İndi də çıxış üçün söz Azadlıq Partiyasının sədri Əhməd bəy Oruca verir. Hörmətli xanımlar, hörmətli bəylər. Demək, Məşvərət Məclisi tədricən siyasətində öz yerini tutur. Bu, bizim nümayəndələr palatasına, yəni Məşvərət Məclisinə daxil olan siyasi partiyaların rəhbərliklərinin təmsil olduğu bu ikinci tədbir göstərişi bizim tərəfdarlarımız sərdən artıq çoxdur və çox böyük, ciddi məqsədlərə doğru inanla addımlar ata bilər. Prezident seçkilərinə 6 ay vaxt qaldı. 6 ay. Əslində, bu cür birliklər mütləq bu seçkilərlə bağlı indiyə qədər qəti mövqelərini ortaya qoymalıydılar, müəyyən addımlar atmalıydı. Mən əsasən daxili məsələ bu məsələlərdən danışacağım. Yəni, bizim siyasətdə bir ideolojik tərəf var, cəmiyyəti ruhlandırmaq, bir də siyasətin elmə əsaslandırılması var. Ağlı kəsən adamları başa salmaq ki, sən neynəməzsin? Uzun müddət ki, bax, burada mənim az fikirlərlər deyirlər ki, nə bu konkret adla çəklər, nə ad çəkməyə gələyim, niyə? Ona görə ki, sən nəsə iş görmək istəyirsənsə, taxanə gəzmə. Çıx ortaya, fəaliyyətini göstər. Elektorat var, cəmiyyət var, tribuna var, qarşıda konkret hədəflər var. Bu auditoriyaya daxil olan partiyalar buradakı bitirin. Mən bir dadlarını çəkirəm, çox hörmətlə. Rəsul bəy, Sürəddin bəy partiyanın sədridir, Etibar bəy, Yusuf bəy partiyanın sədridir, Lalə xanım, Əvəz bəy partiyanın sədridir, Mir Mahmud Ağa və Elşad bəy, Valeh bəy və digərləri Azərbaycanda hər biri çox ciddi iddialarla çıxış edəcək insanlar. Və bir-birləri tərəfdarlar var, şükürlər Allah'a ki, siyasi fəaliyyət göstərmək üçün meydan var. Biz niyə heç öz işimizdə üzərimizə görə işləri görmək istəmirik? Müxtəlif bəhanələrlə prosesdən yayınırıq. Biz yayda qaldırdıq məsələn ki, qardaş, seçkilərə getmək üçün 2 məsələni həll eləməli oldu. 1. Seçki qanunu dəyişikliklər olmalı. Bu seçki komissiyalarından seçkilərə getmək doğru deyil. Onun üçün cəhd elədik həmin partiyaların hamısını bir elə yığaq. Seçki qanununda, dünyada belə sınaqdan çıxmış Ukrayna modelini təklif elədik ki, gəlin biz bunu vaxtında bütün Azərbaycan cəmiyyəti olaraq beynəlxalq təşkilatlarından da tələb edək, hakimiyyətdən tələb edək, bu model ortaya qoyulsun və bir yolluq seçki saxtalaşdırılması məsələsi ortadan götürülsün. Bu partiyalarından getmədilər və ortaya güya hüquqşünasları hazırladığı bir qotur. Sözün həqiqətən qotur bir sənət çıxartdılar, baş çıxartdılar, indi 6 ay qaldı ortaya içinə yox. Biz dedik ki, seçki örgütünün demokratikləşməsi istiqamətində gəlin birgə, İctimai Palatayla Ziyalılar Forumuna müraciət elədik ki, gəlin birgə müzakirələr yapalım. Ziyalılar Forumunda İctimai Palatay bizə cavab vermədi və 3 aydan sonra İctimai Palatay öz daxili müzakirəndə mətbuata açıqlanan dedi ki, yəni bunlar cəmiyyətin niyə bir yerdə 500 baskısı bizim üzərimizə gəlməsin deyib, xalq ətinin qalmasını bir cavab verdilər ki, əməkdaşlıq olan funksional əməkdaşlıq. İndi başa düşmürəm, bizim bu siyasi partiya rəhbərləri bu arada nə istəyirlər? Konkret da Kansa Partiya deyir ki, mən bugün birlik modelində özümü görmürəm. Tək getmək mənə sərf edir. Başqa bir partiyanın sədri deyir ki, bugün seçki ilə bağlı mövqeləri açıq şəkildə ortaya qoymaq bizim maraqlarımıza uyğun deyil. Hər bir partiya burada konkret öz marağından çıxış edir. Amma milli maraqlar qalır qıraqda. Bugünkü milli maraqlar bu auditoriyanın artıq seçki qanunla bağlı dəyişikliklərdə elədik, kitabı aksiyalar keçirilməsinə, seçki platformunun hazırlanması, vahid komanda yerləşdirməyə təqdim olunmağa tələb edir. Bu biriyə daxil olan partiyalar böyük əksəriyyətinin gönlü İctimai Palatda var. Bir yandan deyirsiniz ki, bu adamlara cəmiyyətdə etibar yoxdur, 20 illik bir nida veriyə gətirim ona çıxarıb ki, cəmiyyət prosesə qatılmıyor, bir yandan bu adamlara çəyiniz. Nədir bu əmdir? Yəni bu, indi deyirlər ki, Milli Şura yaradı. Kim yaradı Milli Şura? Hakimiyyətdən istifadə olan atılmış adamlar. Oraya çox şey millidir. Ziyalılar formatından çıxdı ortaya, sonra gördük ziyalıların içində kimlər çıxdı. Daha ondan el hərəkət yaratdığı için ortaya çıxmadı. Yəni bu adamlar məqsədli şəkildə, bir daha təkrar, məqsədli şəkildə ictimai fikir qatmaq üçün hər seçki ərəfəsində böyük soğuqlar çıxardı. Biz bir tərəfdən deyirik ki,
cəmiyyətin buna inandığı bir də oradan yapışır, arkasından parmaq istəyir. Ona görə mən bildirirəm ki, buradan belə. Əgər biz düzgün istiqamətlənsək, düzgün yürüsək, hər bir partiya öz marağını ortaya atmasa, mütləq öz liderin önündə olmalı fikrini ortaya atmasa, bu buraya prezident seçkilərində iştirak edənlər qalibdir gəlir. Buna bizim kifayət qədər enerjimiz də var, intellektimiz də var. Cəmiyyətin içində daver istəyirsiniz, etimad istəyirsiniz, millətin arxanızı getməyini istəyirsiniz, millət aldatmamış, fırılaqlarda iştirak eləməmiş, 100 dəfə fikrini dəyişdirmiş adamların birini çəkin qabalı. 100 yerdə bir çoxdan çıxmış adamlardan hara getmək istəyirsiniz? Mənim Rüstəm Qurbanova bir rejissor kimi hörmətim var. O adam özünü gözünün qabağında görmüş gələk, komissiyası birində yoxlama olur, ölkəyə gəlməkdən çəkinir. Və biz 87-ci ildə bu proseslərin içində gecə gündüz, azimiz, ailəmiz, hər şeyimiz risk altında. Ne oldu buna? Harada oldu milli? Hansı oldular? Hansı millət təmsil edirlər var? Millətlər nədir var? Belə hər kəs şəxsi marağına uyğun şəkildə yalnız özünü fikirləşə, öz şəxsi egosunu ortaya qoyar, özünə bir gün ağlamaq üçün danışır, hamdəl çəkir. Mən təkşir edirəm ki, biz gəlin, burada olan biliyor olaraq, bir mənalı şəkildə seçkidə iştirak edəcəyimizlə bağlı açıq mövqe qoyaq. Niyə? Bəzərdir ki, bu hakimiyyəti legitimləşdirmək məqsədini daşıyır. Biz seçkidə iştirak etməyib nəyə nail olacaq? Tutaq ki, biz qatılmalı seçkiyə boykot elədik, elə deyil mi? Hansısa bir 2-3 dənə oyuncaq müxalifət partiyası, bir də hansısa bir müxalifət partiyası tutaq ki, qoşuldu seçkiyə, biz də qaldıq prosesdən kənarda. Hamımız deyirik ki, regionun üzərinə gəh ərəb baharından kürəklər gəlir, gəh beynəlxalq ictimaiyyət azadlığının dəyişikliyə hazırdır. Hamımız deyirik ki, millət bu hakimiyyətdən bıxıbdır, 98% vəziyyətdən narazıdır. Qarşıda seçkilər var. Bu hakimiyyəti, siyasi partiyaların hər birinin nizamlarına yazılır ki, seçkilər yolu hakimiyyəti gəlmək. Bu hakimiyyəti kənarlaşdırmanın legitim yolu ortadadır. Biz bu yolun başlarımızdan gəlib çatanda başlayırıq hələ bir ovqa çıxatır. Hansı parti, mən bildirəm ki, tutaq ki, mən istənilən, bax, burada olan partiyaların sədrlərindən, vəkillərindən, istənilən bir namizədə ortaya çıxarsa, hamı razılaşdı, mən ona razıyım. Heç bir ambisiyam yox. Ambisiyam ondan ibarət ki, bizi heyvan yerine qoymayın. Yetər və yalandan. Amerika səfri yığır, 3 gündən biri, 5 gündən biri var, mən əslində bir boğulu verir, gəlib kişi ortaya var, kilomu tanır. Bu şəkildə olmaz. Yetər mi? O yüzden ben təşkil ederim ki, burada şeylərin aslatmaları da, digər partiya sədrləri konkret öz maraqlarını kənara qoysunlar. Seçkidə birgə iştirak haqqında qərar qəbul etsinlər. O ayet komanda formalaşdırma məsələsini gündəmə gətirək, seçki platformasını hazırlayaq. Seçkidə prezidentliyə iddiaların içərisindən əksəriyyət kim olacaqsa, əksər partiyaların nəyini və ya Məşvərət Məclisinin nümayəndələr barəsində səsini kim alacaqsa, onun əsasını gedəcəyimizdən bağlı razılığa gəlir. Belə bir məsələ olarsa nəyəsə nail olmaq olar. Yoxsa bu ayol doyumladı, ayol doyumladı, vuran olduğu qaysına baxmaq, bəhanə gəzməz. Mən sizə belə bir fəaliyyət göstərəcəksinizsə, uğurlar arzulayıyorum. Yox, baş qatacaqsınızsa, əgəlin qatın. Sağ olun.